bu sahədə qalmaq düşünürsünüz? Yəni gələcəkdə bu sahədə işləmək istəyirsiniz, yoxsa dəyişmək istəyirsiniz artıq sahənizi? Bəli, bu sahədə davam eləmək istəyərəm. Xüsusilə də klinik psixologiya üzrə. Hı. Elə magistr təhsilimi də klinik psixologiya üzrə almaq istəyirəm. Çünki elə düşünürəm ki, mənə uyğun olan sahə odur. Yəni klinikada işləmək, psixoterapiya metodlarından istifadə eləmək, belə. Ə, bu zaman sən psixiatr olursan, yoxsa yenə psixoloq olaraq fəaliyyət göstərirsən? Elə düşünürəm ki, elə cəmiyyətimizin də bu sualın cavabına ehtiyacı var. Psixoloq və psixiatr arasındakı fərq. Çünki çox adam elə fikirləşir ki, psixoloq, psixiatr eyni şəxsdir. Çünki ikisi də xəstəxanada işlədiyi üçün belə bir qarışıqlıq yaranır. Lakin bunlar tamamilə fərqli ixtisaslardır. Belə ki, psixiatrlar 4-cü qrup üzrə hazırlaşırlar. Onlar həkimdirlər, tibb universitetindən məzun olurlar və onlar dərman müalicəsi yazırlar, resept yazırlar və adları da həkim adlandırılır. Psixologiya tələbələri, yəni psixoloqlar isə yenə 4-cü qrup üzrə hazırlaşırlar, lakin onlar tibb universitetindən məzun olmurlar, həkim deyillər, resept dərman yazmırlar. Bəs onların işi nədən ibarətdir? Bu isə psixoterapiya, yəni sözlü müalicəyə əsaslanır. Müxtəlif terapiya metodlarından istifadə edərək pasientlə işləyirlər və ən yaxşı pasientin belə deyək, irəliləyiş əldə elədiyi psixiatr və psixoloqun müştərək işləməsi nəticəsində olur. Çünki psixiatr dərman müalicəsi yazır, psixoloq isə daha davamlı adlandırdığımız psixoterapiya metodundan istifadə edir və bu ikisinin birləşməsi ilə pasient daha yaxşı və uzunmüddətli bir belə deyək, müalicə əldə eləmiş olur. Sədaqət, bəs sən bu sahədə iş imkanları ilə maraqlanmısanmı? Düşünürsənmi ki, gələcəkdə artıq rahat iş tapa biləcəksən bir psixoloq olaraq, yoxsa rəqabətlik çoxdur və iş tapmaq çətindirmi? Rəqabət çoxdur. Nə cəhətdən? Bilirsiniz ki, sosial mediada belə deyək, diplomsuz psixoloqlar çoxdur. Hər telefon alan, bir neçə dənə psixologiya kitabı oxuyan elə düşünür ki, psixoloq ola bilər, məsləhət verə bilər, seanslar apara bilər, amma bu təbii ki, belə deyil. Psixologiya kifayət qədər çətin bir sahədir. Daim oxumalısan, özünü inkişaf elətdirməlisən və ən önəmlisi də sənin bazan psixologiya üzrə təhsil olmalıdır. Və elə düşünürəm ki, belə saxtakar psixoloqları kənara çıxsaq, iş imkanları var. Lakin belə insanların diplomuna baxmadan, onların tarixini, daha doğrusu keçmişini araşdırmadan işə götürəndə, bəli, elə olanda bizim məsələn getməli olduğumuz yerləri onlar tutursa, bu biraz rəqabət və iş imkanlarının azalmasına gətirib çıxara bilər. Ədalətsiz yanaşmadır həm də. Ədalətsiz, bəli. Ümid edirik ki, belə deyək də işə qəbul etmə prosesi dayanar. Çünki həqiqətən də vacibdir ki, bir mütəxəssisin, xüsusilə də sizin sahədə olan bir mütəxəssisin background-una baxılsın ki, onun təcrübəsi və təcrübədən əlavə də bu sahədə bir elmi dərəcəsi, ümumiyyətlə təhsili varmı? Bəli. Çünki fiziki sağlamlıq qədər insanın ruhi sağlamlığı da önəmlidir və bəzən insanlar sosial mediada belə deyək, followeri çox olan psixoloqun yanına gedirlər ki, deməli takipçi sayı çoxdursa, hər şey qaydasındadır, superdir, amma əslində bu elə olmur. Onlar daha çox özlərini reklam eləməyi bacardıqları üçün bəzən qarşıda, qabaqda olurlar və bu şəkildə səhv seçim eləməkdən qaçınmaq lazımdır. Həqiqətən onun təhsilinə baxmaq lazımdır. Çox doğru vurğuladın. Həqiqətən də hal-hazırdakı tək psixoloq yox, həkimlərdə də bu belədir, digər sahənin mütəxəssislərində də belədir ki, kimin yaxşı PR-ı gedirsə, o yaxşı mütəxəssis sayılır artıq. Bəli. Hansı ki, PR-ı getməyən və çox-çox yaxşı mütəxəssislər də var ki, əslində onlara da tövsiyə edərdik ki, onlar da biraz PR aparsınlar, biraz reklam işlərinə məşğul olsunlar ki, onları da insanlar görsünlər.